Salam dəyərli dostlar, dəyərli izləyicilərimiz. Hal-hazırda gördüyünüz kimi Bəstə nənədir. Bəstə nənə gəlib bizə yemək yeyir. Bəstə nənənin evini su damır. O Elşən dediyiniz şəxs. Elşən məni anlattı, gəli verməsin, düzəltmədi. Mən burada anlattı. Mən onu tanıyam, oruçluq bayramda anlattım, hadisata gətirmədi. Yəni sizi əməli başda ələ saldı da. Hə. Buradan nə deyə bilərsən? Gəlsinə deyib, baxsınlar, evim gördən kötədir. Eləmirdi, deyədir. Buradan xalqımıza, millətimizə nə deyə bilərsən? Sağ olsun, millət. Otlu gözlədi. Hə. Danış da Bəstə nənə, danış, buyur. Nədənsin, dediklərimiz bu qədər alıb. Danış da bu Elşən Mustafayev haqqında fikrini bildir. Kimdir, nəçidir? Evinə getdim, mən dedi, gələcəm, gəlmədi. Mən anlattım. Geldi, bölümden keçdi. Demədi məni. Gəldi patarkanı, yardımı verdi, özgəyə ma vermədi. Baxa qaldı. Yəni maşenlikdir də, dəladuzdur. Baxa qaldı. Maşenlikdir, cəmaatın haqqına girir, haqqını yeyir. Öz Yəni, elinden verir. ay, Cimdən vermir, ama bunu devlet verir. Harası kömək eləyir. Onu gəlib bizə verir. ay Rasiyadan baxanlar sizə səsləndik. Elşən Mustafayevə dəstək olmayın. Onun kartına pul atmayın. Barbadan. Yəni bu arvada alladı, mam da dəfələrlə müraciət edib. Demişəm ki, Allah sizi nətər deyim, elə namərd insanlara möhtac eləməsin. Vallahi. Getdim evinə, qəşəng villası, pəsində dolu heyvanları. Aha. Çoxlu belə qəşəng doldurub evlərin mebelinə. Dedi ki, get nevəs, saat 3'də gələcəm. Oturduk gözlədik, gördük saat 3'dür. Çıxdım yola, gördüm ki, gəlir. Sevindim, dedim Allah'a şükür, xəstə uşağıma yardım eləyəcək. O, gəldi mənim bölümdən, tozluya, maşından getdi yuxarı. Getdi yuxarıda, Payladı belə gəldi. qəşəng xanım, xatın gəlinlərə, maşınlı gəlinlərə verdi. Dedim, yəqin Bəstə arvadın evinə gidəcək. Durdum, getdim Bəstə arvadın evinə ki, görüm oradadır. Getdim ki, Bəstə arvada da verməyir. Addi vardı, gözəl xanım, xatın gəlinlər var, onlara verir. Onların imkanı yaxşıdır. Bu Bəstə ilə mənim xəstəm var, mənə verir. Özünün cibindən verirdi onu. Rusiyadakı oğlanlar Allah kömək olmuşlar verirdi onu. Vallahi. Kimsəsizlərə, xəstələrin əlindən tutun. Rusiyadakılar sizdən xahiş edirəm. O niyə sapı Ona vermeyin. O bu xəstələrə düşür. Deyə bax bu arvada düşür. Heç kimi yoxdur. Yazıq heç kəsi yoxdur. Oğludur rəhmətə gedib, əridir rəhmətə gedib. Başı kəsi arvad bax Evdə çat qallan. Yəni Allahdır, bu Elşən Mustafayev. Yəni Allahdır. Bu onu çağırdı bu arvada. Yəni elə maşenliklərə, dəladuzlara, boyun yoğunlara inanmayın. Məni niyə anladın? İndi mən tək arvad xeyla ev düzəldə biləcəm. Gəlib onu düzəltmədi, mən anlattım. Ahın tutsun, heç nə demir. Dedi gəlib eləyəcəm, eləmədi. Məni niyə anladı? Amin. Başsız qadınam, məni niyə anladı? Bizim gözümüzü yolda qoyduq. Bayramın günündə Allah adam mərdi. almadık, gözün yolda qoymaz. Dedi düzəldəcəm, düzəltmədi. Allah mərdi namərdə Gözümüz qismət yolda eləməz. qaldı. Amin. Deri yəqin gələyək, bizi də sevindirəyək. Bizi Allah sevindirsin. Ne olur Allah sevindirsin. Vallahi. Allah Rusiyadakı oğlanların canını sağ eləsin. Bir də ayılsınlar ki, belələrinə vermək olmaz. Hə dostlar, yəni Rusiyadan baxanlar, izləyənlər, xanımlar, nəm qardaşlar, sizlərin şotuna, altına bahalı cip alıb. Pə doludur inəklə. Evi, Evi, eşi, başına bir evi. villası, nə bilim maşınları, bir maşın alıb verib, burada taksavatlıq eləyirlər. Gündəlik arendiyə verir. Ya. Yəni inanmayın, o Elşən Mustafayevə inanmayın. Bir nömrəli dəladuz və maşenlikdir. Cəmaata göstərib, aparır, özü yeyir. Bildi, tanıdığı bildiği ki, qəşək gəlinlərə verir. Onun oyununa getməyin. Göstərməsin də, əti göstərməsin cəmaata. Cəmaat ət tapır. Yəni paylaşdığımda gördünüz, neçə dənə videosunu paylaşdım ki, onun dəladuzluğun, Özü maşenliğin vermir o. ortaya Onu qoyduq. özündendirsə hə. Özündən Özü də qəşəng belə Bakıda evi, Dəvədalda bir evi, qəşəng maşını. göstərməsin cəmaata. İnanmayın dostlar, elə maşenlik, elə dəladuzların oyununa getməyin. Allah sizləri gözünüzün içinə baxa-baxa sizlər Allahdır o Elşən kimləri, Nazım kimləri. İnanmayın elə dəyyuslara, inanmayın elə maşenliklərə. İnanmayın elə
Dey ustara. Vallahi. Ne olacak? Xəstə uşağı eləyir. Dana. Bir piçiyə niyə deyirdi ki, al ha xəstə uşaq, al. Bunu Ha. sevindireydi. He. Allah sevindirsin. Ne olur Allah var, rəhmi var, Allah var. Her şeyi Allah görür. Sağ olun, salamat qalın. Bəyənin, paylaşın. Abunə dəstə kanalımıza abunə olun ki, qoy çox izləyicinin qabağına çıxsın.